Əziz bircələr, bu dəfə sizə yeni bir sual-cavab videosu ilə gəlmişik. Çoxdandır yağ qarmırdı və nəhayət ki, dəvənin quyruğu yerə dəyəndə biz növbəti sual-cavab izahımızın videosunu hazırlayırıq. Özünü təqdim edəcəyim də olmasa. Bayaq elədim mən. Bu yeni videodur da, yeni videoda təqdim edəcəm. Bu yeni paylaşılır. Nə deyim mən? Özünü təqdim edəcəm. Və sizin hamınızın tanıdığınız Davaro. Yaxşıdır. Xoşa gəldi, Davaro. Davaro nədir? Davaro da. Hansı addır nə? O Kürdlərdə var, kinolar, Türk kinolarında var, Davaro. Nəysə, bu uşağın danışıq qabiliyyəti yoxdur. Sürəylərdə yazırsınız ki, mənim kursunuzda bir dənə uşaq var. Xeyr. Sadəcə uşaqların əksəriyyəti kamera qarşısında özünü apara bilmir. Bunların içərisindən baxıram da, məsəl üçün, dişlərində olan topuqlarına baxıram, dişinə baxıram. Sonra çıxardıram sizin qarşınıza. Və artıq ölkədə məşhurdur Emil bəy. Keçən indi birinci Sasanilərə. Hayda Sasani. Partiya dövlətinə var süqut edir. 224-də. Kim süqut oladı? Ərdəşin aldı. Ərdəşi Babəkin hansı dövləti yaradır? Sasani. Bu partiyanın süqutu Sasanilər dövlətinə aiddir. Xeyr. Paytaxtı hansı şəhərdir bu Sasanilər dövlətinin? Sasani paytaxtı? Hə. Tesfon. Bəli. Sasanilər nə vaxt Azərbaycan cənubunu ələ keçiriblər? Cənubun? Hə. O 27-də Atropatena. Atropatena dövlətini ələ keçirirlər də, düzdür? Dövlət deyildi. Dövlət deyil. Maneəlik nə vaxt yaranmışdı? 3-cü yüzün. Nə istəyirdi maneələr? Bərabərlik. Bərabərlik istəyirlər, ədalətli cəmiyyət qurulması. Bəs məzdəkilər? Onlar da əslində onu isə prosa bu məzdəkilər mübarizəyə inanırlar. Bir də xeyrin şərri üzərində. Məzdəkilər neçə illərdə mövcud olmuşdu? 481, 529. Məzdəkilərin hansı Sasani hökmdarı himayə etmişdir? Yadına düşürsünüz. Məzdəkilərin hansı Sasani hökmdarı himayə etmişdir? Hətta o deyir, məzdəkilərin sifarişini neynəmişdi? Taxılan mənası. Bəs sonra hansı Sasani hökmdarı yatırır məzdəkilər şərtini? Firuz. Yox, yatırır. Elə Qubadın özü. Kimlərin köməyinə yatırır? Axınlar. Baxın dövlət. Və yaxşı. Sonra deməli, feodalizm nə vaxt meydana gəlib şərqdə? 3-cü yüzillikdə. Bəs nə vaxt möhkəmlənib? Nə vaxt möhkəmlənib? 7-də, 4-də, 5-də. 6-7. Dedim də yəni 7-də, 6-7. Azərbaycan feodalizminin Avropa feodalizminin fərqi nə olmuşdur? Azərbaycanda tez yaranıb, gec süqut edib. Azərbaycanda yalnız yəni feodalların yalnız kəndlər iqtisadi danışığı var. Bir də ki, feodalların şəxsi təsərrüfatı yox idi. Niyə belə pısıltı ilə danışdın? Eşitsən. Belə bir rüyədə danışdın. Yoxsa mən pis qulaq tutub sənin səsin gəlmir. Pısıltı ilə danışır. Buradan eşidirlər onsuz. Hə? Eşidirlər. Baxarsan YouTube-a. Hə, yaxşı. Arşakilər sülaləsi nə vaxt hakimiyyətdə olub? 1-cidə. Nə gəlib? Hə. Kim oldu ki hökmdarı? Arşaki Batı. Yox, Baçaqan. Nə iş gör birinci Baçaqan? Birinci Baçaqan. Nə deyim mən? Çox az iş görmüşdüm. Ayda birinci Baçaqan. Yazılır orada mən birinci Baçaqan var. Yazılır. Vilayətləri birləşdirib mərkəzləşmiş dövlət yaradı. Nə xəd yazılır? Hə, olar. Yaxşı, bəs deyir Sasanilər nə vaxt Albaniyanı tabe ediblər? 262-də. Kim tabe edib? Odnayır. Odnayır yoxsa mənim həmişə qarşılamamla. O 240-270-yə hakimiyyət olan. Hə, kimdir? Odnayla onu qarşıdıram. Nə kimi qarşıdırsın? Biləm, Odnayla olan Hristiyanlığı. Şapur, hə. Neçənci Şapur? Birinci Şapur. Deyir, birinci Şapur hansı dövlət üzərində qələbədən sonra tabe edir? Roma. Roma üzərində. 260. 2 dəqiqə əlini qaldırıb, deyirəm nəsə demək istəyirsən. Deyəməsə səndən soruşacam onsuz. Bəs yaxşı, tabe olan Alban hökmdarı kim idi? Alban hökmdarı o idi mən deyəmədim. Odnayır. Yox, mən bir dəqiqə deyirəm. Alban hökmdarı. İkinci Batı. Birinci Vasili. Birinci? 244 şey deyildi ki o. Birinci Vasili bana. O ikinci Vasili. Ha, onlar işin. Hristiyanlıq dedin hansı hökmdar dövlətini elan edir? Odnayır. Neçənci illərdə hakimiyyətdə olub? 113, 71. Bunlar kimdən müttəfiq olub? Roma ilə. Yox, əksinə Sasani ilə olub Romaya qarşı. Hansı döyüşlərdə? Bir dənə şeydə idi, deyəsən, Amiddə. O birisini yazılmamışam. O birisi 371-də olub, ona da düşür. Elə biləm, ölüb sonra olub. Yox. Sən Amidin nəticəsin? Heç nə, Albanla Sasan birləşmə qalib gəlir. Bəs Diziravan? Roma məğlub olub. Roma qalib gəlir, yəni hansı əraziləri itirirlər Alban? Kirtiman, Uti, Şakasina. İnsan desək ki, Dizirav döyüşündə müttəfiqlərin məğlub olması, yaxud Romanın qalib gəlməsi Urnaatdan salındı, düzdür də bu? Səhv.
Bəs bitirilmiş torpaqlar nə vaxt geri çəkir? 87-də sülhlə. Bunlar da düşürdə olma. Düşmür. Hansı Alban üçün daha çox mədəni liyaqətli olmuşdu? Asvacın. Nə varmışdı Asvacın? Alban dilinə tərcümə etdirmişdi. Quranı yox, yəni təhsillə bağlı işlər görmüşdü. Uşaqlar təhsil cəlb Bəs mən hansı dili? Yeni əlifba yaratmışdı. Köhnə əlifbanı yeni əlifbaya eləmişdi, köçmüşdü. İkinci Vaçenin hakimiyyəti ilə nə olub? O 444-63. Paytaxtlara köçürüb. Paytaxtı Bərdəyə deyən Firuz. Nəyə görə Bərdəyə köçürüb? Daha yaxşı idarə etmək üçün, hücumlardan qorumaq üçün. Bəli. Hansı hadisədən sonra azadlıq mübarizəsinə başlayır? Azadlıq mübarizəsinə o hadisə belə suallar verirəm Allah. Nixon də? Deyirəm, hansı hadisədən sonra? Yenə kimsə hakimiyyətdən gedir. İkinci Yezəgəd ölür. Ondan sonra da var. Bəs yaxşı, bu neçənci illərdə azadlıq mübarizəsi aparır? Neçənci illərdə azadlıq mübarizəsi aparır? Azadlıq mübarizəsi 62-62. 62-yə qədər. Nə var olur ikinci Yezəgəd? İkinci Yezəgəddən söhbət edir, 57-də. Bu da 57-dən başlayır da. Elə 57-60. Kimləri öz tərəfinə çəkir? 11 hakimliyə, Qafqaz hakimliyi nə idi? Ona Masagetləri üstə. Hansı ərazini ölkəyə birləşdirir? Ayda ərazilər də digər Mosulla. Mosullar. O haradaydı bə? O başqa şey. Xəzərlərdə, Ərəb Xəzər. Diyarbəkir Mosul. Diyarbəkir yolu məhnə. Deyil, hansı ərazini birləşdirir? Deyil, hansı ərazi? Rejim qayıdır özünə yavaş-yavaş. İki dənə yeri deyil mi? Dərbəndi birləşdirir, Sola. Bəli, Dərbənd. Hansı dini qəbul edir, hansı dini imtina edir? İkisi xristianlıq qəbul edir, Zərdüştlüyü qəbul eləmir. Eləmir, imtina edir yəni. İmtina edir. Sonra. Başqa nə var? Tutaq ki, Haylandı bunlar nə var ki, bunların üzərində? 462. Haylandı bunların gəlişinin digər səbəbi nə idi? Onlar da xristianlığa qarşı idi. Sol. Gəlişin nəticəsi nə olur? Baş hakimiyyətindən əl çəkir. Bölgül. Bir də ki, atasının mülkünü istəyir. Düz, bölgül. Bununla da mərzbanlıq başlayır. Düz, bölgül. Başqa nə edirəm? Bir də Albaniyanın daxili bölgəsi son bölgə, Arşakların hakimiyyəti dayanır. Düzdür. Kiçik mərzbanlıq neçənci illəri əhatə edir? 487-dən 5 sonu. Yox, 5 son deyildi. Nə vaxt başladı mərzbanlıq incə dedində? O 463-dən 500. 463, 487-yə. Nə baş verir kiçik mərzbanlıq dövründə? Kiçik mərzbanlıqda heç nə mənim. Yerli Albaniya Sasani danışınları. Burada nə iniblər də, mərzbandan nə iniblər? Necə iniblər mənim? Orada cədvəl var, həmişə də deyirəm ki, o önəmli. Hanı siyahı var? Bəli. Vergilər artıq. Bəli. Arşakların sonucu kim hakim olub bəs? Arşak 3-cü bölüm basıram. Neçənci illərdə hakimiyyətdə olub? 510-dan etdi. 537-ə qədər. Yox, 487, 510-a qədər əksinə. Ağqoyun keçəməsi nə vaxt keçirdi? 488. Harada? Ağqoyun Təbrizdə. Təbriz yox, şeydə bir dəqiqə mənim. 488. Ağqoyun. Ağqoyun yazılıb kitabda. Nə qədər verir Ağqoyun keçəməsində? Xristianlıq, Alban kilsəsinin dayaqları möhkəmləndirir. Bir də ki, xristianlıq haqqında qanunlar qəbul edir. Xristianlıq geniş yayılır? Deyir. Yalnız dağlıq ərazilərdə falan. Yaxşı. Bəs bu Ağqoyun kilsəsinin müsbət nəticəsi nə olur? Ağqoyun qanunları hələ də dövrümüzə gedəcək. Belə bir şey var idi. Feodal əsaslar möhkəmlənir. Feodal. Qanunların özü gəlir, istifadə eləmirik ki. Sonra. Uzunmüddətli məzmunluq neçənci illəri əhatə edir? 510-dan 627 idi. Yox, 600 dəqiqə neçə qədər idi? 510, 600. O ikinci tərəfi yadımdan çıxır həmişə. 600. 20 neçə deyildi? 9. 29, 27 dedi. 2 nəticə olmaz mənim. Bu Arşakların hakimiyyətə son qoyan Sasani hökmdarı kim idi? Sasani? Arşak. Firuz idi. Yox, bir dəqiqə, Gezdə. Bir dəqiqə, mən Firuzun sonra. Yezdəcək deyildi. Birinci Qubat. Birinci Qubat. 488, 531. Ona görə bilmək lazımdır hakimiyyət illəri. Xosrov neçənci illərdə hakimiyyətdə oldu? 531, 579. Hansı sahələrdə islahat keçirir? Vergi, torpaq, inzibati. De gəlsin. İnzibatda deməli, ustaqlıqlara bölür.
Bir də ki, Albaniyanın Atropatini, Azərbaycan Şimal Qüstəfini. Aha. Yəni, inzibat Tamam, qutarı. hə. Torpaqla birlikdə boş qalmış torpaqlar hərbisə paylanır. Bir də ki, Nə adlanırdı bu torpaqlar? Xosta gedir. Kimlərə paylanırdı? Hərbiçilərə, Yalnız hərbiçilərə də düzdür, hə. əyanlara, əyan elə hərbiçi. Bir də ki, başqa, bir də ki, ruhanilər. Kahinlərə. Vergidə nə edib bəs? Vergidə qanunçuların qarşısını alır. Aha. Vergi islahat keçirir. Hə, onu deyirik, vergi islahatını deyirsən usta. Hə, bildim mən, bir də vergidən alır. Başqa bir ki, mən. Qadınlar uşaqlar can vergisini azad edilir. Hə, bir də ki, Nədən azad olunur? ciziyyədən can vergisi. Ciziyyədən? Səsənlə dövlət ciziyyədə can vergisi. Yox, bir dəqiqə. Hə, gizli. Məhsul vergisi nə idi? Ərəblərlə şey oxumuşam, indi olur, mən indi qarışdırmaq var. Məhsul vergisi nə idi? Natura. Nə? Natura ödəyirdilər. Hə. Natura məhsuldur. Vergili. Gülməsin çaşır. Gülmə. Gülmə. Məhsul vergisi dəqiqə mən. Torpağı keçim, torpağı keçdiyim. Torpağı nə keçsin? Vergi edirəm, sonra torpağı deyərəm. Bir dənə qapımız. Məhsul deməli. Üç deyil mən. Torpaq deyil o. Sən torpaq. Bir dəqiqə. Vergi. Xaraq gezi faydalı. Vergi. Torpaqla deyil, xaraq. Gezdi deyil, bir dənə xaraq qalır. Var o. Şey deməzdi. Nəsə isə torpaqlar nə adlanırdı? Elə soruşum. İrsi torpaqlar nə adlanırdı? İrsi, torpaq. Mülk deyildi. Ben bir dəqiqə Dastakert. Bəli. Sasanilərlə Mən deyirəm, ərəblərə Allah ki, başım da aşağı. Sasanilərlə Bizans arasında neçənci illərdə sülh imzalamışdı? 580 neçə idi? 4 idi, 84, 86. 88, 89. 580-ci illərdə oxuşum mən. 591. 91. Hə, bir neçə? 91, bir də 600 neçə olan. Neçədir? 627, 8. 9 hələ orada da fikir. Müqavilələrin o şəxsiyyəti nədir? Albaniya qalır Sasaniya. Həzərlər nə vaxt yürüş edib bura? İli yox idi elə, eləsinə idi. Onlardan sonra da mən belə. İldir, valla. 630'lar. 29-30. Möhkəmlənirlər burada. Möhkəmlənirlər. Bir siyasi məsələ görəcək. Sağ.